Salam hörmətli Beş Barmaq kanalının tutuş sevər insanları. Necəsiz? Mən yaxşıyam bu arada. Bugün də yenə çox maraqlı yeməklərlə qarşınızdayıq. Düzdür, bilmirəm nə gələcək, nələr var. Amma inanıram ki, bugün də sizin, bizim görmədiyimiz bir yeməklər olacaq. Xoş gəlmisiniz. Xoş gördük. Studiyada çox pis qoxular gəlir. Bu mən bir neçə gün əvvəl evdə yumurta qoyub da tavada yandırdım yumurta yoxsa. Bu hiləsi deyil, heç hiləsi deyil ha. Cəhənnəmin yeməyi var. Toyuq barmağıdır. Belə. Qiymətləndirirsiniz necə edirsiniz? 2 dəfə qusmuşam desən qiymətləndirirsən. Mənfi 10. 6. Alıb yeyərəm. Hə, son 2 qab 2, 1, 0. Yumurta birdədir. Yoxluqda yeyilər. Necəsiz bugün? Yaxşıyam. Aşıq biraz narahatam. Super. Bayaqdan otaqdan çox pis iyi gəlir. Bilmirəm, yaxşı deyiləm uje. Salam əleykum. Bugün tək deyirsiniz ha? Bəli, bu gün əsəbi olan yumurşunlanam. Necəsiz bugün? Yaxşı, biraz da kədərli. Niyə kədərli? O səbəb özəl qalsın. Növbəti bölümlərdə bəlkə danışaram. Sizcə hansı ölkənin yeməyini dalacaqsınız bugün? Türkmənistan falan, çünki o dəfə Özbəkistan bu tip mətbəxlərdən davam eləyərik. Studiyada çox pis qoxular gəlir. Məncə Hindistan sokaq ləzzətləri elə bir iyi gəlir. Pis qoxularsa yəqin ki, Hindistan falan olar. Çin mətbəxindən yeməklərimiz gəlsin. Gəlsin zəhmət olmasın. Görək. Pişiyi biraz qaldır görsəm. Yumuş. Sizcə nədir bu? Pişik yeməyə gəlir. Konserva balığını iyi verir. Ha, yumur sənin yeməklərin. Bax. Yumuşu buraxım. Lobiyaya bənzər. Lobiyadır bu. Dadına baxaq. Amma çox yağlı bir şey oxşayır. Yumuşunu da yemək gətirmişəm. Yumuş. Gəl. İyi qəşəngdir bu. Pisi var. Deyəmirəm, yəni ağlıma gəlmir ki, iynədən amma pisdir. Biraz bu konserva balığı oxşayır. Əlim də batdı. Sən nə misafirə zəhmət olmasa. Çünki niyə? Bunun iynə aparmayacaq quru ona görə. Sift elə. O toyuq çubuqlarıdır. Yoxsul. Toyuq ətidir. Bəli. Acı da çox. Mən çox bəyəndim. Amma qəşəngdir. Əslində dadı pis deyil, amma yemərəm. Amma dadı biraz yaxşıdır iynə baxanda. Bu sasikadır. Yəni elə də pis dadı yoxdur. Dəniz yosunlu toyuq çubuqları. Ha, içərisində yaşıllıq var, xırda-xırda belə baxsaz görərsiniz. Yəni əgər bizdən sonra sınamaq istəsəniz, içində yaşıllıq görsənir. Amma belə bəyəndim. Yağı çoxdur bunun. Amma çox acıdır. Su verərdiniz də. Çox yağlı və istotludur. Nədir bu? Dana ət. Dana əti varsa mənim favorimdir ət olaraq. Hə, bundan dana əti gəlmir. Yəni Dana ət dadı gəlmir, yəni ət deyil bu. Bax acıdır. İyi konserva balığın iynə oxşayır. Amma ət olaraq da yəni balıq deyil. Bu siz nəyə oxşuyur? Bu xəncər üstünə qıyma olur, soğanla. Ona oxşuyur. Dəhşət dərəcədə yağın içində elə. Yağ, Ancaq yağ da, qatılaşdırılmış yağ. Və acı. Acı deyil, o qədər də acı deyil. adi hə. Ad səviyyəsi normaldır. çox deyil. İçərisində isə verilmiş bir balıq dadı var, amma acıdır. Ay bu nədir? Yoxluqda yeyilər. Hamısı çox baharatlıdır, çox sosludur. Dadı necədir? Yox. Ahtapot eşitmisən? Asminon. Odur. Çoxlu əl olan. Bəli, bəli. Çinlilər sevir bunu. Onlar nə sevmirlər ki, hər şey sevirlər. Mən yeməyi o qədər xoşlayıram da. Yeməklər bir-birinə qatmağı. Amma bu o qədər iyrənc dadır ki, bunun yəni izahı belə yoxdur da.
Bunu sözlə ifadə edeyim. Nə dərəcədə iyrənc dadır. Bu yeyilər. Mən bunu yeyərəm. Nuş olsun. Çox sağ olun. Balıq dadı gəlir. Qəşəng deyəm. Bunu bəyəndim. Gözümdən yaş gəlir. Yox. Yumuşun yeməyinə qoymusan, qorxuram birazdan onun da dadına baxacaqsın. İnanın onu suxar kimi yeyərəm də yəni. Ye də bir dənəsini baxaq görə yeyə biləcəksən. Gördünüz yəni bu yeyilən bir şeydir. Yumuşun yeməyi Hə, yemək. o yeyiləndi bu. Yox, heç ət oxşamır. Dostum mənəm. Yox, yeyiləsi deyil. Gərək pulzol versinlər üstündəki bunu yeyəsən. Salfetka onu incə yerdir. Yox, Salfetka nə gör deyirəm? Hər mən elə barmağımı sildi zatın sabit qaptaracaq ona görə. Allah bak. Bir bər. Elə əmir kimi çıxır.
çox qəşəngdir. Bunda nə baharat varsa, oradan mənə o xoşuma gəldi. Mənim ağız tamıma uyğundur. Biraz yedim. Biraz. Yarısı get. Buyur. Yoxsa dadı pisdir? Ağızda çox belə qəribə bir hissiyat verir. Elə bir ki, jelibondur, elə bir qəribə bir xırçıltısı var. O şey mənim xoşuma. Sümükləri də pişib, ha? Sümük, boğaza oxşadı. Dadı yaxşıdır. Pis deyil. Boğazdır bu. Bəli, ördək boğazı. Gedə. Yemisiniz ördək boğazı daha öncə? Yox. Boğazdır. Bu səncə nədir? Yox, zarfası mən biraz olar 5-10 dəqiqə şey deyək. Allah haqqı çox pis oldum Quran haqqı. Nə oldu? Nə bilim. Çox belə nə bilim. Yaxşısan nə oldu? Ölmürəm ya, amma ki şeydir, çox pis Allah haqqı, nə bilim. Yox, 5-10 dəqiqə gözləyək, sonra başlayaq da. Nəsə elə bir şey qatıblar, çox belə, nə qaytar, burdadır ya. Vot-votdur. Damar yeyirəm mən.
Bir deyir tatlıdır, bir deyir tatsızdır. Nəyə bənzər? Bax neçə qatdır. Ay. Ördək yumurtasıdır bu arada. Bu mən bir neçə gün əvvəl evdə yumurta qoyub da tavada yandırdığım yumurta yoxdur. Bizim yumurtadan da belə, toyuq yumurtasından da belə gəl. Ya da çox yemişəm, yeyirəm. Bəlkə siz də xarab olmuşsun, yemişsiniz. Bu xarab olub. Onun xarab olması üçün Çinlilər əllərinə nə gəlirsə eləyir. Həftələrlə, Bu, aylarla onu fərqli gillərin və s. belə qarışığın içində saxlayırlar. Konserv edirlər. Ona görə də içi qaralır. Ha, qara. Sən nə deyim? Gəlir qayıdır, elə ki, termometr kimi oynayır bir dəqiqə. İstədiyi termometr kimi düşür, qalxır. Dadı necədir? Belə bir ki, əlimlə yox, amma belə tutmuşam da burnuma. Tutub yeyə bilərsən. Üfunətin bir üstü leveli nədirsə, bax bu yumurta da ondan da çox üstü. Jelibon oxşuyur. Kükür deyə gəlir. İyi qəşəngdir. Bəyəndin? Normal yumurtadır bu. Adi. Bunda dadı yoxdur. Sarısını yeyin. Yəni bişmədiyi bilinir də. Ay. Sonra mən Bir toyuq yumurtasının dadını alıram, bir almıram. Belə yediyəcəm. Amma bu yeyirlər. Yeyirlər. Qarası yeyirlər. Tam yoxdur. Yəni şey eləmir, amma iyi quduram da elə bir şey də, quduram gedir. Amma iyi olaraq çox belə, nə bilim. Çox qəşəngdir. Yumurtanı mənə əla, super. Bəyəndim. Qiymətləndirəsi olsaz. Mənfi 10.
Nə? Hamısı. Yəni hamısı. Heç birinin Aa. oluru yoxdur. Yox, mən görə elə deyil. Vasif çox mənzildir axı. Son, misal üçün, ilk 2 qab mən yeyərəm. Yedim də onsuz da. Vasifin Amma dolma, son 2 qab o deyil. badımcan yeməyib belə şeyləri bəyənmək məni yəni həqiqətən təəccübləndirir. Mən Asiya mətbəxini bəyəndim. Yalan nə deyim? Çox xoşuma gəldi. Bu qabdakıları bambu haricində. Bu yumurta ümumiyyətlə qiymətləndirmərəm. Amma bu Kalbasalar, Kalbasalar 9, yosun, yosun 6, ayaqlar, ayaqlar 1, boğaz, o 3. uzun çubuq kimi var idi. Hə o 8. Onu bəyəndim. Biraz acı-saz olsa sevdim onu. Acılı delikatesi olanı 7. Çox Asminov? acı. Asminovu bəyəndim. Asimnok yaxşı idi. Mal əti belə də yaxşı deyil. Kalbasalar, Kalbasalar yaxşı idi. Onu yeyərəm, alıb yeyərəm. Amma o digərlərini yox. ayaqlar, Oy. boğaz. Boğaz da Ördək ayağı bəli. yenə yeyirsiniz, dırnağı da. Yo, yo, Siz yo. ayağı deyil də dırnağı yeyirsiniz. Fırtıldayırdı ya ağzımın içində. Çox pis. Bunlara heç bir bu boşqaba vermərəm qiymət. Digərləri. Digərlər saskalar gedərdi. Bir dənə böyük saska vardı, qalın saska. O bir dənə o pis idi, o balacalar yaxşı idi. Deməli, toyuq ayağı, boyunca falan. Boyun heç boyunu 3-ə 4-ə qoyaram. Yumurta birdədir. Yəni ikinci bu boyundur. Üçüncü, dördüncü elə bir ki sırayla ondan sonra saska, sardelka dediyim və ondan sonra ən sonları yosundur. Bu birisi bu dediyim budur. Və ən sonda da ayaqlardır. Belə qiymət qoyaq. Qiymətləndirmə necə verirsiniz? -10, həqiqətən mənim üçün -10-dur. Siz? Yəni 2 qab mənim üçün 7-8-dir. İlk 2 qab. Hə, son 2 qab yəni 2, 1, 0 belə. Cəm şəklində qiymət vereyim. Bu çinlilər bilmir nə yeyir.